Sağ olun, necəsiz? Çok sağ olun, səhralar olun. Can, necəsiz? Düşmene bir teknik ayarlar. Nur, çok sağ ol, var olun. Ekranları tıklayın da xahiş edirəm sizdən. Çox xahiş edirəm. Bir dənə ekranları tıklayın da.
Uşaq dərslər. Hə, əlbəttə uşaq dərsləri. Dərslər, nə? Dərslər. Nə düşdüyüm kofe ürəyim. Ev üstü qapını açmışam. Kombini yaya keçirdim. Qoy. Bu gün hava xoşdur qızlar. Düşbədə. Sevda göndərdim. Bu da hazır. Yoxud. Kofeye nə qatdım? Heç nə. Ürəyim Nescafe 2 qaşıq, 3 qaşıq da pesok. Mən şirini xoşlayıram deyə ona görə. Həm də qaşığa pesok yapışmışdı deyənə, qaşığın tutumu az oldu. Sarp, təşəkkür edirəm. Sarp! Sarp, nasılsın? Necəsən? Yoxsan? Görünmürsən? Acı kofedir. Nescafe'dir de ürəyim. Dental klinika yox. Ay sağ, teşekkürlər. Dental klinika yox ürəyim. Dental butik. Qaraevdə Eqayla düz üzbəyüz. Girirsən içəri, Aynur Dəmirova deyirsən. Всё. Yəni uşağımın sırf deyərdim ki, Bakıda yeganə həkimlərdən biri də Aynur Dəmirovadır ki, uşaqlar üstündə doğru düzgün işləməyi bacarır. Bilirsiniz, uşaq biraz aqressivdir, uşağın blon qoyulur, 6 yaşdan sonra uşağın dişində müalicələr baş verir. Sağ ol, təşəkkürlər. Qaşı 6 ayda vurdurmuşam. Afrodita Beauty ilə vurdurmuşam. Sarp, teşekkür edirəm, əziyyət çəkdim. Gəlişim bəs idi, var oldu. Zəfəran. Xoşlayıram sulu yeməklərdə zəfərandan istifadə eləməyi. Servis eləyəndə qəşəng görür. Yaxşı, siz necəsiniz? Xodunu ala bilmərəm, axı qaynasının içinə qaynaya tökməliyəm bunu. Əllərimi yum gəlir.
Bacı qaş ağrılıdır. Baxırdı o sənin gözündə. Başım xarab oldu sən Allah. Çox sağ olun, təşəkkürlər. O boyda kofe içirlər. Nə boydadır ki? Stəkan ağzına qədər deyil ki, yarısındandır da. İndi o stəkan o boydadır, məcbur deyilsən ki, o qədər içəsən. Əleyküm salam. Yaxşı, sən necəsən? Saç rənginiz nədir? Bilmirəm ki, Əsmər xanım eləyir. Qaş incitdi. Məndə yox. Sən bilmirəm də. Daşacaq, narahat olma həyatım. Hara gedirəm ki, sizlə söhbət edirəm, yanındayım. Düşbəriyə noxud olmaz. Xanım, mən uşaqlarım noxudla xoşlayır da. Hər rayonun öz yeməyi olduğu kimi, hər rayonluların da öz ağız dadı var. Arada bir o qaşa verdiyim puldan qazandır. Gəl bura həyatım. Belə pis çıxmasın. Mənim evimdə 4 set qazana 650 manat pul vermişəm. Bax. Sadəcə mən sırf sulu yeməkləri bu qazanda pişirməyi çox sevirəm. Bişəndən sonra başqa qaba tökəcəm. Narahat olmasın. Yoxumdur da kasıbam. Sən al gətir. Yoxumdur bacı. Sən al gətir. Görürəm canı yanmışlıq eləyirsən. Arada qazandan, qaşdan danışırsan. Qaşım nə yaman gözünə girdi. Düz edirsiniz. Hər xoşum gəlir. O qazandan xoş. Hələ mənim bir də qazanım var qızlar. Ağzı dardı. Belə altı belə bildizdə hansı ki mis, alüminiumla misin qarışığı var. Dədə-baba qazanları var. Rayon yerlərində də normalda belə sərgiyə zada qoyurlar, şəkil falan. Ondan belə varımdır mən. Gəlin gedəndə nənəm hərəmizə bir dənə vermişdi də. Bacıma, qayın qızlarına, hamıya. Mənə də gəldi, çatdı şükür. Mən kontaktdan almışam 650 manata. Deməli, bir çaynik, bir qəfədanı, 2-3 tavası, 4 qazanı. 650 manat. Aldın cavabını, hə bacım? Aldım, yaxşı aldım. Mən o qiyməti almışam da ürəyim, mən belə pis çıxmasın. Sizin pulunuzla almamışam ki, yalandan deyim bu qiyməti almışam. Yox da niyə deyim ki, yalandan? Qazandı da. At gör, dəvə gör, babam demiş. Sevdə göndərib. Qızlar, bax, açıldı. Başım yüksələn var, qız bu nədir? Mən də belə qazanda bişirirəm. Qoy görüm qızlar, o qazanı tapa bilərəmsə bir də sizə göstərim də. Yox, burada yoxdur. Mamam 100% onu qoyub. Şu balkondakı qladirovkaya 100%. Ora qoyub, çölə qoyub mama onu. Onu göstərəcəm ama loğalar başladı. Hər quranaqdır bacı. Qazandan zaddan söhbət gedirəcək. Bunlar aliqaxdılar. Adı çaşıb qaçdı, qazan zad işlədər söz evimizdə. Kızlar, bunun pulunu xodum verdim ki, biraz düşbərə buzluydu. Tez belə qaynasın, açılsın ki, onu vağan xodda qoyanda xəmir olar. Şişər, sadəcə pişməz. Onu qoydum ki, açılsın, vağan xodda qoydum ki, xəmirdən ət pişsin. Noxud hazır qaynanmış noxuddur. Çünki bizdə hazır belə qablarda noxudları qaynadıraq.
1 kilo yarım noxudları alırıq, belə qaynadırıq, qəşəng. Soyuyandan sonra belə qablara yığırıq. 70 qram, 80 qrama yaxın belə. Bizdə uşaqların xoşlayır. Tez-tez doğradır, sulu supdur, bizdə tez-tez yeyilir. Bizdə o yemək olsun, içində ət olmasın, onlar üçün dünyadır. Yəni məcbur deyilik ətli yemək yeyək. Mən onu sevdə eləyib. Baxma ki, mən xəmir işini bacarırım, amma mənim səbrim çatmır elə xırdaçılığa. Mən verdilər gələ 100 dənə yuxarıya yayar. Xanım, gün ortaya bişirəndə belə sər-sərdir. Sər durub xaşlayan adamıq biz, qurban olum sezonda. Bu nədir ki? Prosto siz gün ortaya yeməyi nə var? Mən iş adamıyam da, işləyirəm, əziyyət çəkirəm. Özümü biraz tərifliyim, canım mənim, canım. Elə mən 1-2 günlük bir yerə çıxıb gedirəm ha. Yarım fabrikata qədər eləyib xaladenkə yığıram. O dərəcədə, inan Allaha. O qədər mən ailə canlıyam. Az yaxşı, az yaxşı. Suallara bax, sən Allah, hər Quran haqqı. Nə? İnşallah çıxarsan kasıbçılıqda. Əleyküm salam, sağ olun, necəsiz? Onları pingvin kuleka qoy. İstəmirik də bacı, biz vardı deyilik ki, xaladenikimiz daşıb tökülsün. Xaladenikimizi açanda elə şeylər gözümə gəlir. Ona görə istəmirik. Yer olmuşkən qazanı neynədim? Suallarınız məni məndən alır. Dəfnə yarpağı ilə üzərliyi niyə yandırıram? Başım ağrıyanda yandırıram. Başım gecələndə yandırıram. Ölürəm, ölmə, niyə ölürsən? Xoş gəldin, Rami, necəsən? Niyə ölürsən, bacı, ölmə. Ölüm, Allah eləməsin. Vaxtsız ölmə, öləcəksənsə vaxtındır, bu da Allahın işidir. Əlimdəkinin adı nədir? Yediyim bambuk. Qazanın yağını yürə birinci yumuram. Ürəyim mənə elə xoşdur, ləzzət edir mənə. Özümü kənd həyatında hiss edirəm. Yağlı, yuğlu. Valla bir sənəcəm o qədər təmizlik edirəm ki, bezmişəm. Bax, saat 6-da evləri silmişəm. Buna bax sən Allah. Buna var. Bəli, şalpa qalıb burada. Yumuşam, gətirmişəm. 6 tamamdan evlər yürəm. Bacı, nə oldu? Neynədik? Az pinti var ha, pinti. Gecə yuxudan... Gecə 9-da yatıb, səhərə yaxın gün orta duran qadınlar pintilərin bəxti yaxşı gətirir. Biraz pinti, biraz belə bomboş tipli yaşamaq istəyirəm ki, görün vəziyyət necə olacaq. Hə, Quran haqqı. Olmur da, valla adam nə qədər az psix olmuşam, güzgüyə, uşaqlara deyirəm ki, güzgüyə barım. Evdə ləkə ilə adamın əlini tanıyıram. Mamam sənsən, Minnur sənsən, Elnur indi bildikdə, Ümid sənsən. O dərəcədə. Ay qız, bu camsil var ha, buna bax sən Allah. Yediyim mən qazandığımı belə şeylərə verirəm. Bu nə qaz, belə görəcək olar sən Allah. Yəni görüm ha. Pinti. Yiyib yatan, pastelin ayda bir dəfə dəyişən, ərin corabından xəbəri olmayan, ərin tumuşun ayda bir dəfə dəyişən. Üzr istəyirəm, indi başqa mənada demirəm. Nə bilim, evləri ayda bir dəfə silən, onların bəxti yaxşı gətirir valla.
Allah hamd olsun deyirəm. Həftənin 7 günü, 6 gün belim qırılıb, az paspas dözmür mənə. Paspas dözmür. Zabratda ev avadanlıqları olan mağaza var. Hər dəfə gedib oradan paspas alırdım. Qız deyirdi, sən ayda nə qədər paspasa pul versən? Gör nətər udarla ev silirəmsə, o mənə dözmür. Axı dədə baba şibabrası ilə ev silirəm. O da getdi. Buna bax. Dizimə bax. Dizimi yerə atıb silməkdən təsəvvür elə var. Dizimin əti gedib o dərəcədə. Az nədir? Kimin yanında bəxtim gətirdi? Çox maraqlıdır. Mən də psix olmuşam. Hə, düz deyir, təmiz xanıma oxşayır. Hə, canımsan. Arada bizə də gəl təmiz. Gedirəm də pulla evlər təmizləməyə. Problem deyil, ürəyim. Müraciət et. Az paspas yoxdur, içinə bəhməz. O vedrə ilə modnitsa kimi vurursan belə, burulur, özü sıxır, yuyursan ha. 15 manat, 16 manat, 17 manat, 18 manat. Hamısını şivabraların qırmışam, 10 dənə vedrəni aparıb atmışam padvala. Bəxtimə qurban olum. Bax, yenə başladınız. Az söhbət burada başqa şeydən getmir. Siz aparıb nə harasa çevirməyin qızlar. Bir dənə gülüş smiley kartında zəhmət olmasa. Bir də şeyliyində, bir dənə də kalbiməllərində aparırsınız. Hə, valla. Az sən Allah, patullu o tərəf az. Yox, təmizliklə kimin bəxti gətirib ki? Təmiz, pinti qadınlar bu həyatda yarayan olurlar. Vallahi deyirəm, adi başına daraq çəkməyən qadınların bəxti yaxşı gətirir. Mən sizə deyirəm bu sözü bacılar. Öz həyat təcrübəmdən deyirəm. Asay, valla. Az yox, az. O burada söylənlər bilsən kimlərdir məni? Quranan olsun, əri sərsər durur yuxudan corabının tayını tapa bilməyən qadınlar var. Bax, inan Allaha olardı. Vallah billah deyirəm. Yazdıq əl şirin çay eləmək üçün pesok evdə axtarır. Qaşıq axtarır, gəlir görür ki, moykanın ağzı doludur qadına. Yadınızda saxlayın. Kim hansı yoldadırsa, insanlara da onu deyər. Bax, kim hansı həyatı yaşayırsa, onu da insanlara arzuluyur. And olsun Allaha. Bax, mən pis yaxşı normal həyat yaşayıram. Nə pisəm, nə yaxşı orta. Yalan deyə bilmərəm. Pis yaşayıram, yalan da deyə bilmərəm ki, dörd-dörtlük həyatım var. Əziyyətlə, borcuna, xəz, əlini başına dədə baba sözü olmasın. Amma mən ömür boyu nə feyklə, nə öz səhifəmlə, nə digər səhifə ilə, nə normal insan içində, nə yasda, nə toyda kiminsə haqqında danışmaram. Danışaram, həmişə xeyrinə danışaram. Çünki bilirsən niyə? Mən o həyatı keçmirəm. Yadınızda saxlayın, bir qadına pis deyən qadın var ha. İnanın Allah o həyatı yaşayıb, bilən insandır. Çox sağ olun, necəsiz? Yo, bina evli. Ay can bacı, sağ ol, sən necəsən? Çox sağ ol. 5 dərsi. Yo, gəlib atası gətirəcək. Sağ ol, şu adamın. Allah köməyə olsun. Sağ ol. Kimdə nə yoxdur ondan danışır. İnanın Allaha deyirəm, valla billah. Hansı kişi gələr bir qadını söyər, o təkdən bir kişi olar. Ne bileyim, bir də başı çatmaz, əqli çatışmamazlığı olar. Şəxsən mən heç bir kişiyə yaraşdırmıram ki, hansısa qadının səhifəsində girib söyüş söylüsün. Xoş deyil, xanım, baxma. Nə məcburdur? Çox mənə maraqlı olan bilsən nədir? O söyüş söyməklə əlinizə nə keçir? Söyüş deyil ki, sizin tənqidlərinizi keçirəm, təhqirləriniz var ha. O bilib bilmədən insanların haqqına girməyiniz var ha. Bax, o həyatı yaşamışsınız. Bugün oğlunuzun adını yoğurayım. Oldu tutardı. Dişin nədir? Qapaq qızlar, suya qoyuram. Yatanda duranda da.
Ay bacı, mən qazanımı lağa qoyan xanım, gəl mənə bura, nə olar, xahiş edirəm. Dayı, ağzından çıxanı düdün mənə, qazanı az qala deyərsən ki, qazanda şalpazad yumurdur, pol eskisi də yanı. Nə bilim bacı, bu qazanımı lağa qoydu da. Dedi, özvə tuman verməkdənsə arada evvə qazan al. Xeyr. Siz tərtəmizdir. Qəybir. Elə də olmalıdır. Çox sağ olun. Xeyr, Həsən. Ayda, bu git-git bəziləriniz bu sualı niyə verirsiniz ki, qurban olum? Bu vaxtı, ay xanım, bu vaxtı nədir? Bizim nənələrimiz, analarımız dura. Mən 4-cü sinifdə oxuyanda mənim mamam səhər yeməyin gecədən pişirib qoyurdu. Səhər 6-dan dururdu. O nə deməkdir? Xanım, 1 saatdan sonra abeddir də. Şöfdür bu da, valla. Tutdurub elə kimə pişirirsən? Sənə, gəl ye. Sən pişirirəm, bacıca ye. Belə qonağımız ola bilərsən, valla. Söz deyil axı, bacı, mənim evimdə uşaqlarım, ailəm, mənim xəstə anam, xəstə yoldaşım, hamısı dərmanatdır, vaxtı-vaxtında yeməlidir. Mənim elə həyatım çöldən ibarət deyil ki, mənim evimə fast foodda hazır yeməklərdə ildə bir dəfə gələr. Mən uşaqlarımı 3 aydan 4 aydan bir çölə çıxardıb yemək yedizdirən adamam. Bizim nəyimiz var evimizdə pişir. İndi bilmirəm, oradan baxanda bu TikTok mənə nətər göstərir, amma mən o deyiləm. Ağzınızı başınıza atırsınız, valla. Bu vaxt nə yemək, bu vaxt başa kimi durun yerinizdən qızlar. Uşaqlarınız yoxdur sizin. Onlar məktəbə necə gedirlər? Mən şəxsən saat 6 tamamdan ayaq üstündəyəm. Məktəbə gedir də, hər gün dururam. Emri yola salmışlar, həyətə düşür. Ağaclar əkir biraz. Nə bilim, özü üçün başın qatır. Yeməyi kimi pişirirsən, yeməyi kimi pişirirsən. Ay Allah, sizə qurban olum. Kapital əmlak. Ofisimizdə qızlar, yeganənin arxasında. Pis çıxmasın, ağacın yeri kır. Ağacın yeri kır, özü o nə deməkdir? Ağac əkmişsiniz siz hər il bu vaxtda.